Bismillah. Selamun Aleyküm əziz müsəlmanlar. Günümüzdə çox adamı ərəb dilindən yayındıran və onların qarşısında böyük mane olan, həmçində bir çox hallarda təəssüflə demək istəyərdim ki, bəzi müəllimlər tərəfindən hədsiz şişirdilən təcvid haqqında qısa bir video hazırlamaq qərarına gəldim. Məsələnin əslinə baxanda təcvid elmi Quran elmi sayılır və bunu həm öyrənmək, həm də öyrətmək müəllim və tələbə üçün əlavə savabdır. Lakin təəssüf ilə demək istəyirəm ki, bu elm tələbələr üçün sözün əsl mənasında keçilməz səddə çevrilibdir. Bəzi müəllimlər hətta o qədər ifrata varırlar ki, belə demək, yumşaq desək, yəni sanki sıradan bəsit bir müsəlman Quran öyrətmək yox, sıradan tələbə yetişdirmək yox, ümumiyyətlə qiraət elmi hazırlayırlar. Məhz buna görə də məsələnin çox əhəmiyyətli olması və bu barədə həm tələbələrin çoxlu sual verməsi və təəssüf ilə deyim ki, danışılmaması mövzu olaraq məni uzun zamandır ki, narahat edirdi. Odur ki, gəlin məsələnin biraz təfsilatına varaq. Deməli, ilk əvvəl bütün tələbələr üçün bir müjdə vermək istəyirəm, hər şeydən əvvəl ki, ərəb dilinə başlamaq üçün təcvidi bilmək gərəkli deyil. Çünki tələbələr soruşurlar ki, mən deyəsən təcvidi bilmirəm, ümumiyyətlə zəif bilirəm və s. bu tip suallar verirlər ərəb dilinə xüsusən də öyrənmək istəyənlər. Ona görə də bunu gərəkli bilirəm ki, təcvidin ərəb dili üçün lazım olmadığını vurğulayım. Deməli, təcvid elmi sırf Quran üçündür. Ərəb dilinə heç bir aidiyyəti yoxdur. Yəni, hərfləri bilən, üzündən oxumağı bacaran, yəni sıfır təcvid bilgisi ilə ərəb dilinə başlaya bilər. Hamımız bilirik ki, ərəbcə İslam dininin və müsəlmanların əziz kitabı olan Quranın dilidir və ərəb dilini öyrənən ən böyük kütlə də məhz müsəlmanlardır. Buna görə də onlar ərəbcəni əsas Quran oxumaq üçün öyrənirlər. Təbii ki, tələbə gəlir müəllimin yanına və deyir ki, mənə Quran oxumağı öyrət. O da, müəllim də öz növbəsində hərfləri, daha sonra oxu qaydalarını öyrədir və keçir təcvid qaydalarına. Çox gözəl, bura qədər yaxşıdır. Lakin çox hallarda məhz elə bu zaman, yəni təcvidə başlayan zaman problem də onunla birlikdə başlayır. Müəllim o qədər tələbəni təcvidlə məşğul edir, o qədər onu yükləyir ki, bir neçə aydan sonra tələbə artıq bezir və tamamilə ərəb dilindən uzaqlaşır. Quran oxumağa yaxın belə durmur. Demək, tələbələrin ərəb dilinə başlamadan Quranı tərk etmələrinin birinci səbəbi məhz təcvid elminin müəllimlər tərəfindən ifrat dərəcədə tədris edilməsidir. Hələ mən sizə bir neçə ay dedim, lakin elə tələbələr var ki, yəni tanıdığım insanlardan var ki, aylarla yox, illərlə təcvid elminin incəliklərini öyrənir. Burada deməli, səhv tələbədən də çox müəllimin üzərinə düşür. Çünki tələbə bu işi müəllimə həvalə edir ki, işin ustası odur, o bilir, daha yaxşısını o bilir. Lakin müəllimin də üzərinə düşən tələbəni düzgün yönləndirməsidir. İllərlə təcvid keçmək yox, vacib olanı öyrətməkdir. Ona vacib nədirsə, onu öyrətməlidir, əsas lazım olan. Ona görə də tələbədə elə bir hiss yaranır ki, yəni bütün bu proseslər gedən zaman, yəni aylarla, bəzən illərlə bu proses davam edir, yəni təcvid öyrənmək. O heç vaxt, onda belə bir hiss oyanır ki, o heç vaxt nə təcvidi, nə də ərəb dilini öyrənə biləcək. Bu elm üçün xüsusi bir kəramət lazımdır. Halbuki Quran ilk növbədə deməli, gözəl səslə, avazla oxumaq üçün yox, mənasını anlamaq, onun ayələri üzərində düşünmək və Allahın bizə buyurduğu şəkildə yaşamaq üçün nazil olmuşdur. Təəssüf ki, bugün bir çoxları bilmədən təcvid elmini
akademik səviyyədə öyrənir. Hətta deyərdim ki, bəzi şeyxlərdən də mükəmməl səviyyədə Quran oxuyur. Lakin oxuluğu ayələrinin nə mənaya gəldiyini isə tamamilə xəbərsizdilər. Bəs tələbələr, deməli, hər şeydən əvvəl gəlin baxaq görək təcvid nə deməkdir. Deməli, təcvid cəvvədə yücəvvidu təcvid. Yəni cəvvədə gözəlləşdirdi, yücəvvidu gözəlləşdirir, təcvid isə gözəlləşdirmək mənasına gəlir. İstilahi cəhətdən isə, yəni termin kimi Quranı gözəl şəkildə oxumağa deyilir. Bildiyimiz kimi, deməli, Quran oxumaq bir ibadətdir və bu ibadətin də öz qayda-qanunu var, yəni vacibatı və müstəhəb tərəfi. Müstəhəb deyəndə vacibi yerinə yetirdikdən sonra ibadəti əlavə olaraq daha da gözəlləşdirməyə deyilir, əlavə olaraq daha digər əməllərlə. Məsələn, bəsit bir misal gətirim. İnsan dəstəmaz aldıqda əlini, üzünü və ayaqlarını bir dəfə yuması vacibdir. Yəni, ikinci, üçüncü dəfə yuması isə müstəhəbdir. Bunu biraz da belə izah etsək, məsələn, ikinci, üçüncü dəfə yuması onun savab qazanması deməkdir. Ancaq bircə dəfə yusa, dəstəmazı var və həmən o dəstəmazla o namaz qıla bilər. Müstəhəb, yəni ikinci, üçüncü dəfədə əlavə savab qazanır. Deməli, dedik ki, Quran oxumaq ibadətdir və bu ibadətin də vacib olan tərəfləri var. Vacib olan hərfləri düzgün tələffüz etmək və hərfləri düzgün tələffüz etdikdən sonra hərəkələrdə xəta etməməsidir. Hərəkələrin səhvsiz oxunuşudur. Bundan əlavə bəzi lazımi işarələri də tanımaq lazımdır ki, oxunuşu düzgün sayılsın. Bu mövzuları ərəb hərflərini keçdikdən sonra oxu qaydaları dərslərində qısa şəkildə izah etmişəm. İstəyənlər həmən o videolara baxa bilər. Orada deməli şəddə, sonra tənvin, məd, şəmsi qəməri hərflər kimi mövzular izah olunubdur. Bunlar da cəmi 5-6 dərs həcmindədir. İstəyənlər baxa bilər kanalımızda. Deməli, ərəb dili hərflərindən sonra qaydalar gəlir. Deməli, ikinci növ isə müstəhəb qaydalardır ki, yəni bayaqları dedik, müstəhəb nədir? Vacibatı yerinə yetirdikdən sonra əlavə savab qazanmaq üçün olunan deməli əməllərdir. Deməli, bu müstəhəb qaydalar buna aiddir, deməli, təcvid qaydaları. Təcvid qaydaları deyirlər. Misal üçün, məsələn, deyə bilərik, ixfə, məsələn, izhar, iqləb, idğam və s. qaydalar, deməli, təcvid qaydalarına aiddir. Yəni, bunları bilmədən, bu sadaladığımız və digər, deməli, təcvid qaydalarını bilmədən Quran oxuyan şəxs günah qazanmır. Bəli, günah qazanmır. Çünki vacib olan, dediyimiz kimi, hərfləri düzgün oxumaq, hərəkələri səhvsiz oxumaq və həmçində oxu qaydalarına riayət etmək. Oxu qaydalarda bayaqlar dedik, şəddə, tənvin və şəmsi qəməri hərflər və s. digər qaydalara riayət etməklə kifayətlənmək olar. Deməli, yekun olaraq xülasə deyə bilərik ki, deməli, bu ibadətdir, yəni Quran oxumaq bir ibadətdir və Quran oxunuşunu təcvidsiz, adi formada oxumaqla insan günahkar sayılmaz, günah qazanmır. Həmçində deyə bilərik ki, deməli, təcvid elmi əslən vacib deyil. Bu elm sadəcə Quranı gözəl oxumaqla daha çox savab qazanmaq və həmçində Allahın razılığını qazanmaq üçündür. İstəyənlər bu barədə daha geniş məlumat istəyənlər alimlərin fətvalarına müraciət edə bilirlər. İzləyicilərdən yetəri qədər maraq olarsa, alimlərin bu barədə fətvalarını da sizlərə təqdim etməyə hazıram. Bunun üçün videonu bəyənməyi və şərh bölməsinə alimlər və təcvid yazaraq öz istəyinizi bildirə bilərsiniz.
Bütün bunları deməklə təcrid elminin qədrini aşağı salmaq istəmirəm qətiyyən. Heç kəs elə başa düşməsin. Təcrid elmi Quran elmidir. Bir daha xatırladıram. Allah bizdən istəyir ki, bunu o şəkildə oxuyaq və Allaha daha da yaxınlaşaq. Lakin vacib olanı bildirirəm ki, insan təcvid elmini bilmədən vacib qaydalara riayət etməklə təcvidsiz oxumaqla günah qazanmır. Təcvidi oxumaqla Allaha daha yaxın qullardan olur. Bu barədə əlavə hədislər də var. İnşallah zamanla onları paylaşacağam ki, bilməyənlər və yaxud da ki, ümumiyyətlə məlumatı olmayanlar bilsinlər, təcvid elmi haqqında məlumatlar olsun. Allahdan bizlərin hər birinə faydalı elm və bu elmə də əməl etməyi nəsib etməsini diləyirəm. Vallahu aləm. Vəssalamu aleykum və rahmetullahi və bərəkatuhu.